İzahlı test 61. hissə 5-ci sinif ingilis dili. Birinci sual, choose the correct articles. Düzgün artikelları seçin. Can I have kilo of tomatoes? Kilo təkdədir, onun qarşısında qeyri-müəyyən artikel işlənəcək. Can I have a kilo of tomatoes? Tomatoes cəmdədir, burada artikel işlənməyəcək. A bəndi doğru cavabdır. Can I have a kilo of tomatoes? Mən 1 kilo pomidor ala bilərəmmi? Choose the correct variant. I visiting museums very much. Visiting museums very much. I enjoy, to enjoy, enjoys, enjoy hansı olacaq? Cümlə indiki sadə zamandadır. I enjoy visiting museums very much. A bəndi doğru cavabdır. To enjoy olmur, çünki biz feili cümləyə daxil edəndə tonu atırıq. Enjoys olmur, çünki üçüncü şəxsin təkində feili sonuna s artırırıq. Enjoying olsa indiki davamlı zamanda gerek I am da olmalıydı orada to be feil törənməsi. I am enjoying visiting museums. A bəndi doğru cavabdır. Üçüncü sual, choose the correct variant. To supermarkets in our street. Bizim küçəmizdə 2 supermarket var. To supermarket, 2 supermarket cəmdədir. Onda təsdiq formasındadır. Zera işlənəcək. C bəndi doğru cavabdır. A bəndə there is təkdə deyil bu. Cəmdədir. Onda there is təkdə olanda işlənir. A-Z sual cümləsində işlənir. A keçir əvvəla. İz-Z də sual cümləsində işlənir. Düzgün cavab C bəndidir. 3-də C bəndi düzgün cavabdır. 4-5-in suallarının cavabını şərhlərdə videonun altında yazarsınız.